Salam dəyərli izləyicilər, dəyərli abituriyentlər, hər vaxtınız xeyirli olsun. Bugünkü test izahımız güvənin 20 sınağının 5-ci sınağı olacaq. Gəlin, vaxt itirmədən başlayaq sualların izahına. Birinci sualda qeyd olunur ki, A nöqtəsindən hərəkətə başlayan birinci təyyarə şərq istiqamətində 4697 km uçaraq B nöqtəsinə çatmışdır. Baxın, hər iki nöqtə 40 dərəcə şimal enliyində yerləşir. Deməli, 40 dərəcənin üzərində biz qeyd etmişdik ki, 1 dərəcəlik paralelin uzunluğu 85,4-dür və 4697 km yol gedən təyyarə deməli 55 dərəcə məsafə gedəcək. Çünki 4697-ni bölərik 85,4-ə, bu da edər 55 dərəcə. Deməli, A-dan B-yə 55 dərəcə gedib təyyarə. Aha, bura qədər baxdıq. C nöqtəsindən hərəkətə başlayan ikinci təyyarə isə qərb istiqamətində uçaraq D nöqtəsinə çatmışdır. Yəni, baxın, 55 dərəcə. Bunun neçə kilometr getdiyini hesablamaq üçün nə edərik? Ekvator üzərində 1 dərəcə 111 kilometr olduğu üçün 111-i vurmalıyıq 55-ə. Bu da edər 6105 kilometr. Deməli, C-dən D-yə gedən deməli, təyyarə 6105 kilometr, yəni 55 dərəcə məsafə qət edib. Və qeyd olunur ki, ikinci təyyarənin bu uçuşu 7,5 saata başa vurduğunu nəzərə alaraq onun sürətini hesablayın. Aha, və nə edərik saatını 1 saata getdiyi məsafəni tapmaq üçün? Tapdığımız 6105-i bölərik 7,5 saata. Aydın oldu? 7,5 saata. Və böldüyümüz zaman 6105-i 7,5-ə, bu da edər 814 km/saat. Birinci sualın düzgün cavabı olacaq B variantı. İkinci suala keçək. Qeyd olunur ki, hansı materikin ucqar cənub nöqtəsi şimal və qərb yarımkürələrində yerləşir? Baxaq. Avrasiyanın ucqar cənub nöqtəsi şimal, ucqar amma şərq, şimal-şərq yarımkürələrində yerləşir, bu yanlış. Cənubi Amerikanın ucqar cənub nöqtəsi cənub yarımkürəsindədir. Afrikada da həmçinin ucqar cənub nöqtə cənub yarımkürəsindədir. Avstraliyanın ucqar cənub nöqtəsi cənub yarımkürəsindədir. Şimali Amerikanın ucqar cənub nöqtəsi cənub və qərb yarımkürələrində yerləşir. Bəli, baxın, deməli, düzgün cavabımız olacaq ikinci sualda Y variantı. Üçüncü sualda qeyd olunur ki, Euler-Venn diaqramını tamamlayan fikri müəyyən edin. Böyük Sarıcı və Makdonnel dağları qeyd olunub. Qeyd olunur ki, bunlara uyğun olan xüsusiyyəti müəyyən edin. A-da qeyd olunur ki, baxın, həmçinin qeyd edək, hər iki dağ Avstraliyada yerləşir. Qədim dağdır, hündürlüyü azdır. Gəlin, baxaq. Maksimal hündürlükləri 2000 metrdən çoxdur. Böyük Sarıcıda bəli, Kostiyuşka 2228-dir. Lakin Makdonnel dağında isə zirvəsi 1531 kilometrə yaxındır. 1531 metrə yaxındır daha doğrusu, üzrlü sayın. Deməli, bu yanlış olacaq. Baykal dağ əmələ gəlməsində yaranıblar. Xeyr, böyük Sarıcı Paleozoyda, Makdonnel isə Baykaldan əvvəl yaranıb. Moren tirə və təpələrinə rast gəlinməz. Çünki buzlaq relyef formaları qədim dağlarda, alçaq dağlarda olmur. Əsasən hündür və cavan dağlarda olur. D. Zəlzələ və müasir dağ əmələ gəlmə zonalarından kənarda yerləşirlər. Bəli, tamamilə düzgündür. Çünki qədim dağdır bunlar və qədim dağlar biz bilirik ki, platforma ərazilərində zəlzələ və müasir dağ əmələ gəlmə zonalarından kənarda yerləşirlər. Y-də qeyd olunur ki, sönmüş və fəaliyyətdə olan vulkanlara rast gəlinir. Təbii ki, bu daha yanlışdır. Qədim dağlarda fəaliyyətdə olan vulkan olmaz. Üçüncü sualın düzgün cavabı olacaq D. Dördüncü sualda qeyd olunur ki, sinoptik xəritələrdə göstərilmir. Sinoptik xəritələr biz bilirik ki, hava haqqında məlumatların verildiyi xəritələrdir. Atmosfer yağıntıları, buludluluq, atmosfer cəbhələri, küləyin istiqaməti və gücü göstərilir. Amma torpaq tipinin nə əlaqəsi var hava haqqında məlumatdan? Deməli, dördüncü sualda düzgün cavab olacaq Y variantı. Beşinci suala keçək. Qeyd olunur ki, Kiçik Qafqaz dağlarında hasil edilən faydalı qazıntıların şərti işarələrindən deyil. A. Alunit, bəli, bu düzgündür. Zəylikdə daşkəsəndə çıxarıq. B. Xromit, bəli, Kəlbəcərdə göydərə, Laçında ipək. Bunu da çıxarıq. D-yə baxarıq qızıl. Qızıl, Gədəbəy, Zəngilan, Kəlbəcərdə yataqlar var. Bu da yanlışdır. Yəni, bu şərt işarələr var Kiçik Qafqazda.
Yerdə dəmir filizi, bəli, Daşkəsəndə, Daşkəsən, Hamançay, Dəmiroğlu yataqları. Amma baxın C-də bu Qlauber düzüdür. Bu Kiçik Qafqaz dağlarında olmaz. Əsasən Qlauber düzü ən çox Xəzər dənizi sahillərində, xüsusilə Türkmənistan ərazisində daha geniş yayılır. Deməli, Kiçik Qafqaz dağlarında hasil edilməyəcək C, yəni Qlauber düzü. 5-ci sualın düzgün bəndi C olacaq. 6-cı sualda qeyd olunur ki, 30 dərəcə temperaturda 1 metr kub havanın doyması üçün 30 qram su buxarı tələb olunur. Bu temperaturda nisbi rütubətliyin 60% olması üçün 1 metr kub doymuş havadan neçə qram su kondensasiyaya məruz qalır? Baxın, 30 dərəcə temperaturda biz bilirik ki, 30 qram su buxarı tələb olunur. Deməli, 30 qram su buxarı olacaq 100% və qeyd olunur ki, nisbi rütubət 60%-dir. 60%-ə də x yazarıq. Baxın, çox sadə bir tənasüb. X bərabərdir 60 vurulsun 30, 1800 bölünsün 100. Bu da edər 18 qram. Düzdürmü? Sualımızın düzgün cavabı 18 mi olar? Xeyr. Baxın, burada diqqət olunması bir məsələ var. Bizə deyir, doymuş havadan neçə qram su kondensasiyaya məruz qalır? Baxın, 30 qramın 18 qramın çıxırıq. Qalacaq kondensasiyaya məruz 12 qram su. Aydındır? Yəni A variantı. Baxın, biz 18-i tapan kimi C variantını götürsək, sualımız səhv çıxacaq. Deməli, biz 100%-lik sudan, yəni 30 dərəcə temperaturda 1 metr kub havanın doyması üçün lazım olan su buxarından 30 qramdan çıxmalıyıq. 60%-lik, yəni 18 qram su buxarını və beləliklə 12 qram su kondensasiyaya məruz qalacaq. 6-cı sualın düzgün cavabı olacaq A. 7-ci sualda qeyd olunur ki, xəritə sxemi əsasən faydalı qazıntı yataqlarının doğru verildiyi variantı müəyyən edin. Bir Filiz çay, bəli, polimetal yataqları, Balakənzə Qatalada, 2 Toğanalı, Göygöldə, bəli, Kükürt Kolçedanı düzgündür. 3 Şahtaxtı, xeyr, Şahtaxtı Kəngərlidadır, Travertin yatağı, yəni Naxçıvanda. 4 Parağaçay, Molibden, Ordubadda, bəli, bu da düzdür. 3 səhv oldu. 5 Hacıvəlli, bu Hacıvəlli, Hökməli, Abşeronda yerləşən deməli yataqlardır, daş-duz yataqlarıdır. Daha doğrusu Kvaşlum yataqlarıdır. Deməli 5-də səhvdir. 6 Muradxanlı neft yatağıdır, İmişlidə yerləşir. Bu ərazi isə təxminən Salyan-Şirvan ərazisinə düşür, onun üçün bu da yanlış olar. Deməli, düzgün faydalı qazıntıların verildiyi ərazilər olacaq 1, 2 və 4, yəni B bəndi. 8-də qeyd olunur ki, Hind qanqovalığının Dekan yaylası ilə oxşar xüsusiyyəti. Baxın, bu hər iki ərazi Hindistan ərazisində yerləşir. Hind qanqovalığı Hindistanın şimalında, Hindqanq çaylarının arasında, Dekan yaylası isə Hindistanın mərkəzində təxminən. Baxaq, musson küləklərinin təsirinə məruz qalır. Bəli, elə düzgün cavab olacaq A. Hər iki ərazi musson zonasında yerləşdiyi üçün musson küləklərinin təsirinə məruz qalacaq. Geosinklinal qurşaqda yerləşmirlər. Akkumulyativ Hind-qanqolar Dekan denudasiyondur. Buzlaq relyef formaları geniş yayılmaz. Qədim dağlarla Dekan əhatə olunacaq, qat dağları ilə Hind-qanq isə yox. Deməli, düzgün cavab olacaq 8-də A bəndi. 9-da qeyd olunur ki, doğru olmayan fikri müəyyən edin. A. Badamlı və Şirlan mineral bulaqları eyni tektonik zonada yerləşir. Bəli, Badamlı, Şahbuzda, Şirlan, Şuşada hər ikisi Kiçik Qafqaz tektonik qalxmasındadır. Bu düzgün. B. Böyük Qafqaz dağları geosinklinalın inkişafının sonuncu mərhələsindədir. Xeyr. Böyük Qafqaz dağları geosinklinalın inkişafının 3-cü, yəni geosinklinal mərhələsindədir. Biz bilirik geosinklinalın inkişafının 4 mərhələsi var. 3-cü geosinklinal, 4-cü platforma. Yəni sonuncu mərhələ platforma mərhələsidir. Onun üçün baxın A yanlış oldu. Yəni A doğrudur. Bizdən doğru olmayan istədiyi üçün götürməliyik. B isə yanlışdır və bizdən doğru olmayan fikir istədiyi üçün B-ni götürməliyik. Aydındırmı? Baxaq C-yə. C-də qeyd olunur ki, yay gün dönümündə Lənkəran ovalığında gündüzün uzunluğu Şollar düzününkindən daha az olur. Bəli, çünki Şollar düzü daha şimaldadır. D-də qeyd olunur ki, Naxçıvan ərazisində Kaynazoy, Mezozoy, Paleozoy eralarının çöküntülərinə rast gəlinir. Bəli, düzgündür bu da. Yəni bunları götürməliyik artıq. Böyük Qafqaz dağları ilə müqayisədə Talış dağları denudasiyaya daha zəif gedir. Talış dağlarında denudasiya prosesi. Bəli, çünki daha alçaq ərazidir.
Deməli, Y də düzgün olduğu üçün götürməliyik. 9-cu sualın düzgün cavabı olacaq B bəndi. 10-cu sualda qeyd olunur ki, xəritə sxemdə verilmiş məntəqələrdən hansında qış gün dönümündə 1 metr kub havanın su buxarı saxlama qabiliyyəti daha yüksək olur. Biz bilirik ki, qış gün dönümündə günəş cənub tropiki üzərində zenitdə olur. Cənubi yarımkürəsində yay fəsli olur. Və baxın, 4-cü məntəqə ilə cənub tropikinə yaxın ərazi olduğu üçün, həmçinin burası səhra, Kalahari səhrasıdır. Deməli, burada 1 metr kub havanın su buxarı saxlama qabiliyyəti daha çox olacaq. Aydındır, çünki burada temperatur yüksək olduğu üçün, istilik çox olduğu üçün və yay fəsli olduğu üçün 1 metr kub havanın su buxarı saxlama qabiliyyəti daha çox olacaq. 10-cu sualın düzgün cavabı olacaq D. 11-də qeyd olunur ki, Orta Atlantik dağ silsiləsi üzərində yerləşən adaları müəyyən edin. İslandiyadır, Müqəddəs Yelenadır, Azor adalarıdır. Bax, Pasxa olmaz, Aleoid olmaz, Kuril olmaz. Kuril Aleoid ümumiyyətlə konvergent sərhəddədir. Pasxa divergent sərhəddə olsa da Sakit okeanda yerləşir. Orta Atlantik dağ silsiləsində yox. Deməli, düzgün cavab olacaq 1-3, yəni D bəndi. 12-də qeyd olunur ki, uyğunluq pozulmuşdur. Küləyin gücü Beaufort düzgündür. Götürməliyik. Havanın temperaturu Celsius şkalası düzgündür. Götürməliyik. Yağışın miqdarı Mercalli şkalası yanlışdır. Mercalli şkalası ilə biz zəlzələnin dağıntısının miqdarını ölçürük. 3 yanlış olduğu üçün götürərik. Zəlzələnin gücü Richter şkalası düzgündür. Götürməliyik. 5. Süxurların möhkəmliyi Fahrenheit şkalası. Xeyr, Fahrenheitdə əsasən Avstraliyada istifadə olunan temperatur deməli şkalasıdır. Onun üçün yanlış olduğu üçün burada götürərik. Yəni 3 və 5. 12-ci sualın düzgün cavabı olacaq A bəndi. 13-cü sualda qeyd olunur ki, cədvələ əsasən doğru sıraları müəyyən edin. Vulkan yerləşdiyi ərazi fəallığına görə qrupu. Aha, baxaq. Kamerun, Şərqi Afrika yaylası fəaliyyətdə olan. Kamerun fəaliyyətdə olan vulkandır, amma Şərqi Afrika yaylasında deyil, yerləşir Qvineya körfəzi sahillərində. Yəni bu ərazi Qərbi Afrika hesab olunur. 1 yanlış. 2. Popocatépetl Meksika yaylası sönmüş. Popocatépetl fəaliyyətdə olan vulkandır. Bu da yanlış. 3. Etna Siciliya adası fəaliyyətdə olan vulkan. Bəli, bu düzgündür. 4. Chimborazo Andaqları sönmüş. Bəli, ən hündür sönmüş vulkan 6310 metr hündürlüyündə. 5. San Pedro Kordilyer dağları. Xeyr, San Pedro Ant dağlarındadır və fəaliyyətdə olan vulkandır. 6. Fujiyama Honshu adası fəaliyyətdə olan. Bəli, Fujiyama Yaponiyada, Honshu adalarında yerləşir və fəaliyyətdə olan vulkandır. Düzgün cavab olacaq 3, 4, 6, yəni B. 14-də qeyd olunur ki, hansı ovalıqda geotermik pillə daha kiçikdir. Biz qeyd etmişdik ki, geotermik pillə cavan ərazilərdə daha kiçik, qədim platformalarda və daimi donuşluq sahələrində isə daha böyük olacaq. Deməli, biz burada cavan ərazi götürməliyik. Baxın, Kür Araz ovalığı geosinklinal ərazidə, Alp Himalay geosinklinal qurşağında yerləşdiyi üçün burada geotermik pillə daha kiçik olacaq. Aydındırmı? Baxın, Mississippi, Almaniya, Polşa, La Plata, Qərbi Sibir bunlar əsasən qədim ərazilərdə, platformalarda yerləşdiyi üçün burada geotermik pillə daha böyük olacaq. 14-cü sualın düzgün cavabı olacaq Y. 15-ci sualda qeyd olunur ki, müşahidəçi 22 dekabrda günorta vaxtı günəşi özündən cənubda görürsə, o verilən coğrafi koordinatlardan hansında ola bilməz. Deməli, baxın, 22 dekabrdır. Günəş 23,5 cənub enliyində zenitdədir və qeyd olunur ki, günəşi özündən cənubda görürsə, verilən koordinatlardan hansında ola bilməz. Deməli, biz 23,5 cənub enliyindən daha cənubda ola bilmərik. Çünki 23,5 cənub enliyindən daha cənubda olsaq, il boyu günəşi özümüzdən şimalda görəcəyik. Aydınmı? Yəni, baxın, 29 cənub enliyi. 29 cənub enliyindən il boyu günəş şimalda görsənir. Amma baxın, 12 şimal enliyidir, 2 cənub enliyidir, 17 cənub enliyidir, 40 şimal enliyidir. Bu ərazilərdən 22 dekabrda günəş cənubda olacaq. Aydındır? Deməli, 15-ci sualın düzgün cavabı olacaq A bəndi. 16-cı sualda qeyd olunur ki, cədvələ əsasən doğru sıraları müəyyən edin. Şollar düzü, ərazi, süxurların yaşı tektonik zonu. Şollar düzü 4-cü dövr ön Qafqaz çökməsi, bəli, düzgündür. Zəngəzur silsiləsi paleogen kiçik Qafqaz qalxması, bəli, bu da düzgündür. Talış silsiləsi Perm, xeyr, Talış silsiləsində Perm süxurları olmaz. Həmçinin Kür çökməsində yox, kiçik Qafqaz qalxmasında olacaq Talış silsiləsi. Abşeron Neogen dövrünün süxurları Böyük Qafqaz qalxması, bəli, bu düzgün.
Ceyrançöl, Neogen, Kiçik Qafqaz. Xeyr. Ceyrançöl, Kiçik Qafqaz qalxması yox, Kür çökməsi olacaq. Şirvan düzü 4-cü dövr Böyük Qafqaz qalxması. Həmçinin Şirvan düzü də Kür çökməsi olacaq. Deməli, 1, 2 və 4 olacaq. Yəni, Y variantı düzgün cavab. Doğru sıralar. 17-də qeyd olunur ki, günəş hansı ərazilərdə il ərzində üfüqün həm şimal, həm də cənub tərəfində görünə bilər. Biz tropik qurşaqda yerləşən, tropik işıqlanma qurşağında yerləşən əraziləri götürməliyik. Efiopiya yaylası, Amazon ovalığı, Qiviyana yaylası. Bəli, elə özüdür ki, var 17-də A bəndi olacaq. Baxın, Hindqanq ovalığı şimaldadır. Kap dağları cənubda, Patagoniya cənubda, Orta Sibir yaylası şimalda, Sayan dağları şimalda. Bunların heç biri olmaz. Orta Rusiya, Padan, Ornoko ola bilər, Kaskad dağları ola bilməz, Lavrentiya yüksəkliyi. Bunların hər ikisi şimaldadır. Bunlar da ola bilməz. Deməli, qeyd etdiyimiz kimi, il ərzində günəş həm şimalda, həm cənubda görünürsə, deməli, məntəqələrimiz tropik işıqlanma qurşağında yerləşir. 17-ci sualın düzgün cavabı A. Keçək 18-ci suala. Qeyd olunur ki, arid denudasyon relyef formalarını müəyyən edin. Arid denudasyon relyef formaları yarğanlar, şırımlar, qobular və bednentlər olacaq. Baxın, Moren terasidir, meandrdır, Karskafıdır, bunlara aid olmaz. 1 və 4. Düzgün cavab 18-də D. 19-da qeyd olunur ki, rütubətlilik əmsalının hansı göstəricisində süxurların fiziki aşınması daha sürətlə gedir. Yəni, yağıntı az, buxarlanma çox. Baxın, bu şəkildə də yağıntı bölünsün buxarlanma. Baxın, buxarlanma ən çox C-dadır. Yağıntı da ən az C-dadır. Deməli, düzgün cavab olacaq 19-da C. Çünki fiziki aşınma nəyə deyilirdi? Sütqalıq temperatur amplitudunun böyük olduğu ərazilərdə əmələ gəlirdi, süxurların parçalanması idi və səhralarda olurdu. Deməli, C variantındakı rütubətlilik əmsalı da səhraya uyğun gəldiyi üçün C bəndini götürərik. 20-ci sualda qeyd olunur ki, doğru olmayan sıraları müəyyən edin. Dövrlər və dağ əmələ gəlmə mərhələləri. Trias, Kimmer, Mezozoy düzgündür. Neogen Hersində olmaz. Devon, Kaleodon olmaz. Devon deməli olacaq Kimmerdə. Silur Alpda olmaz. Bizə doğru olmayan sıraları deyir, müəyyən edin. Aha. Deməli, biz düzgünləri çıxarıq, düzgün olmayanları götürərik. Deməli, Trias düzgün olduğu üçün götürməliyik. Neogen düzgün deyil, götürək. Devon, Kaleodon düzgündür, götürməliyik. Silur Alpda yox. Deməli, uyğun gələr Kimmer Kaleodona, deməli, bunu da götürərik. Yanlış olduğu üçün. Perm uyğun gələcək Hersinə, bu düzgündür, götürməliyik. Daş kömürü isə bu da Hersinə uyğun gələr, amma Kaleodonda verildiyi üçün bunu da götürərik. Yanlışlar oldu 2, 4, 6. Yəni C bəndi. Keçək 21-ci suala. Qədim dağlardan hansı kaynozoidlər təkrar fəallaşmağa məruz qalmışdır? Yenidən fəallaşan dağlar hansı idi? Altay, Sayan, Tian-Şan. Yəni D bəndi. Qırışıq faylı dağlar. Xəritə sxemə əsasən rəqəmlərə müvafiq gələn əraziləri müəyyən edin. Baxın, 1 olar Yazı yaylası, 2 olar deməli Cəyən düzü, 3 olar İncə düzü, 4 olar Hərəmi düzü. Cəyən, İncə, Hərəmi. Baxın, Yazı yaylası, Cəyən, İncə, Hərəmi. Düzgün cavab olacaq C. Keçək açıq tipli suallara. 23-də qeyd olunur ki, 45 dərəcə şimal enliyində okean sahilində yerləşən dağın mütləq hündürlüyü 1250 metrdir. Dağın zirvəsindəki atmosfer təzyiqini hesablayın. Atmosfer təzyiqini tapmaq üçün biz nə edirdik? Bölürdük 10-a. Çünki 100 metr 10 mm civə sütununa bərabər idi. 1250-ni biz bölsək 10-a, edəcək 225. Normal atmosfer təzyiqi də 760 mm civə sütunu olduğu üçün biz 760-dan 125-i çıxarıq. Bu da olar 635. Deməli, düzgün cavab 23-cü sualda olacaq 635 mm civə sütunu. Keçək 24-cü suala. Qeyd olunur ki, Pamir dağlarının səciyyəvi xüsusiyyətləri. Neotektonik hərəkətlər baş verir. Bəli, tamamilə düzgündür. Cavan dağlardır bu ərazidə.
Pamir dağları sönmüş və fəaliyyətdə olan vulkanlara rast gəlinir. Xeyr, Pamir dağlarında sönmüş fəaliyyətdə olan vulkanlar olmaz. Ən yüksək zirvəsi 7000 metrdən yuxarıda yerləşir. Bəli, Konqur zirvəsi 7719 metr, bu da düzgündür. Alp qırışıqlığında yaranmış cavan dağlardır. Bəli, Paleozoyda yaranmayıb. Qitənin ən hündür dağları deyil. Düzgün cavablar olacaq 24-cü sualda 1, 3 və 4-cü bəndlər. 25-ci sualda qeyd olunur ki, ümumi günəş radiasiyasının 32%, yəni 48 kilokal santimetr kvadratı yer səthindən əks olunmuşdur. Udulan radiasiyanın kəmiyyətini müəyyən edin. Baxın, ümumi günəş radiasiyasının, yəni 32%, 48 kilokal necə yazarıq? 48 olacaq neçə faiz? 32%. Bizə ümumi lazımdır. Birinci ümumunu taparıq. Yəni 100%-ə x. Aydındırmı niyə? Baxın, deyirik axı 48 kilokal 32%-dir. Bəs 100% nə qədər olar? X. Deməli, 48-i 100-ə vurub bölərik 32-yə. Bu edər 150. 150 kilokal santimetr kvadrat. 150 kilokal santimetr kvadrat ümumi günəş radiasiyasıdır. Düzdürmü? 150-ni tapdıq. Və bizdən isə udulanı istəyir. Ümumi günəş radiasiyasının əks olunanı nə qədər idi? 48. Ümumi 150-dir. Bəs udulan nə qədər olar? 150-dən 48-i çıxarıq. Bu da qalar 102 kilokal santimetr kvadrat. Deməli, ümumi günəş radiasiyası 150, udulan 102, əks olunan isə 48 kilokal santimetr kvadrat olacaq. 25-ci sualın düzgün cavabı 102. 26-da qeyd olunur ki, sxemdə verilmiş A nöqtəsi hansı coğrafi enliklərdə yerləşə bilməz. Baxın, A nöqtəsi elə bir ərazidə yerləşib ki, burada günəş zenitdə olur. Baxın, çünki 90 dərəcəlik bucaqla düşür. Və biz bilirik ki, günəş ancaq tropik işıqlanma qurşağında zenitdə olur. Yəni 23,5 şimal və 23,5 cənub enlikləri arasında. Deməli, bunlardan kənarda yerləşən, baxın, 40 şimal enliyin, 32 cənub enliyin, 66 cənub enliyin götürməliyik. Bu ərazilərdə günəş zenitdə olmaz. 2, 3 və 4-də isə təbii ki, günəş müxtəlif vaxtlarda zenitdə olacaq. Düzgün cavab 26-cı sualda olacaq 1, 5 və 6. 27-də qeyd olunur ki, fərqli və oxşar xüsusiyyətləri Eyler-Venn diaqramının köməyi ilə müəyyən edin. Aha, Talış silsiləsi və Zəngəzur silsiləsi. Baxırıq. Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşir. Bunların hər ikisi ümumi xüsusiyyət olduğu üçün 3-ə A-nı götürərik. B. Maksimal hündürlük 2500 metrdən aşağıdır. Bu Talış silsiləsində olacaq. Talış silsiləsində maksimal hündürlük kömürcük zirvəsində 2493, Zəngəzur silsiləsində isə qapıcıq 3904 metr. Deməli, 2500-dən aşağı Talış silsiləsi olacaq. C. Qırışıq qaymalı nival buzlaq relyef. Baxın, nival yəni buzlaq relyef formaları Zəngəzur silsiləsində yayılacaq. Talış silsiləsi alçaq olduğu üçün bu ərazidə olmaz. Vulkanogən çökmə süxurlar hər ikisində olacaq. Baxın, ümumiyə götürərik. 4000 metrdən yüksək olan zirvəyə malikdir. Heç biri malik deyil, ümumiyyətlə yeni götürməliyik. Aydındır. Deməli, baxın, 1 olacaq, B 2 olacaq, C 3 olacaq, A və D. İndi isə keçək situasiya tipli tapşırıqlara. Qeyd olunur ki, Kiçik Asiya yarımadasının daxili hissəsində yerləşən bu yaylanın orta yüksəkliyi 1000 metrdir. Yayla şərqdən qərbə 700 km, şimaldan cənuba isə 400 km məsafədə uzanır. Geosinklinal qurşaqda yerləşən bu yaylada sönmüş vulkanlara rast gəlinir. Biz artıq müəyyən edə bilərik ki, bu yayla Anadolu yaylasıdır. Kiçik Asiya Türkiyə ərazisində yerləşir, geosinklinal qurşaqdadır. Və burada sönmüş vulkanlara rast gəlinir. Məsələn, Ağrıdağ. Bu vulkanlardan biri 3917 metr mütləq yüksəkliyə malik olan Ərciyəs dağıdır. Bu dağın coğrafi koordinatları 39 şimal enliyi və 35 şərq uzunluğudur. İndi bizə deyir ki, yayla şimaldan və cənubdan hansı dağlarla əhatə olunur? Baxın, biz qeyd edirdik ki, Alp-Himalay geosinklinal qurşağında yaranan Türkiyə ərazisində, Türkiyənin şimalında və cənubunda olan Pont və Tavr dağları yerləşir. Pont və Tavr dağları. Düzdürmü? Deməli, sualımızın düzgün cavabı olacaq Pont
1 pond 2 tavr. Aydındırmı? Tavr bəzən toros olaraq da adlanır. Keçək növbəti sualımıza, 59-cu sualımıza. Qeyd olunur ki, Ərciyəz dağının zirvəsində havanın temperaturu müsbət 5 dərəcə olarsa, onun mütləq hündürlüyü 1417 metr olan ətəyində havanın temperaturunun nə qədər olduğunu hesablayın. Ümumi hündürlüyü Ərciyəz dağının 3917 metrdir. Bizdən isə 1417 metrində temperaturun nə qədər olduğunu soruşur. Deməli, biz nə edərik? 3917-dən çıxarıq 1417-ni, bu edər 2500 dərəcə. Deməli, baxın, bizə 2500 dərəcə metr aşağıda havanın temperaturunun neçə dərəcə olduğunu soruşur. Zirvədə isə -5 metr. Ümumiyyətlə, 2500 metrə çevirək dərəcəyə. Yəni, 6-ya vurub 1000-ə bölək. Bu edəcək 15 dərəcə. Baxın, -5 dərəcədən 15 dərəcə aşağı düşmüşük. Deməli, 1417 metrdə havanın temperaturu olacaq müsbət 10 dərəcə. Aydındır? Yəni, -5 və müsbət 5-i toplayarıq. Bu zaman cavab alınar müsbət 10. 59-cu sualın düzgün cavabı olacaq müsbət 10 dərəcə. 60-cı sualda qeyd olunur ki, yay gündönümündə Ərciyəz dağının cənub istiqamətə 15,5 dərəcə meyilli olan hissəsinə günəş şüalarının hansı bucaq altında düşdüyünü hesablayın. Aha, baxaq. Yay gündönümündə günəş 23,5 dərəcə şimal enliyində zenitdə olur. Ərciyəz dağı qeyd etdiyi 39 şimal enliyindədir. Eyni yarımkürədə olduğu üçün 39-dan çıxarıq 23,5-i edər 15,5 və 90-dan da çıxarıq 15,5-i. Deməli, Ərciyəz dağına günəş şüaları düşəcək 74,5 dərəcə bucaqla. Yəni 39 şimal enliyinə. Və bizə deyir ki, cənubi olan bu dağın cənub istiqaməti olan meyilliyi 15,5 dərəcədir. Cənuba olsa meyillilik, yəni günəşə yaxınlaşsaq, nə edərik? 15,5 ilə tapdığımız 74,5-i toplayarıq. Aydındırmı? Niyə topladıq? Çünki cənuba gedirik. Yəni günəşə yaxınlaşırıqsa, günəşin düşmə bucağı daha böyük olacaq. Və 74,5-in üzərinə 15,5 gəldiyimiz zaman bu da edəcək 90 dərəcə. Deməli, günəş bu əraziyə 15,5 meyillilik olan bu əraziyə 90 dərəcə bucaqlığa düşür. Testlərimizin izahı bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm.